Verilişin baş sponsoru Hacı Ceylon çayları. Vətən sevgisi torpaqla bərabər ürəkdə yaşayır. Vətən sevgisi bizim hər birimizin ən müqəddəs sevgimizdir. Vətən sevgisi ana sevgisidir, övlad sevgisidir. Vətən sevgisi ata qüdrətidir. Və bayrağın qədrini o insan bilir ki, vətən sevgisinin dəyərini anlayır. Bugün hər birinizi salamlayırıq, əziz bizi izləyənlər, əziz bizi gözləyənlər. Bugün biz vətən sevgisi və bizim bugünə qədər gəldiyimiz çox şərəfli bir yoldan danışacağıq. Və bu yolda xidmət olan insanlar bizim üçün çox dəyərlidir. Onlardan biri bugün Xəzərin sahilindədir əziz tamaşaçılarımız. Əməkdar incəsənət xadimi, prezidentin fərdi təqaüdçüsü, müharibə və silahlı qüvvələr veteranı, Zəfər və Xankəndi paradlarının ssenari müəllifi, aparıcısı, Polkovnik Abdullah Qurbani bugün Xəzərin sahilindədir. Abdullah müəllim, xoş gəlmisiniz. Çox sağ olun Fəxri xanım. Öncə mən sizə bu dəvət üçün dərin minnətdarlığımı bildirirəm və Xəzərin sahilində verilişinin tamaşaçılarını, silahdaşlarımı, bu zəfər sevincini xalqımıza, millətimizə yaşadan, şəhidlik zirvəsinə ucalmış vətən övladlarının valideynlərini, əzlərini, doğmalarını, qanları ilə vətən torpağını suvarmış qazilərimizi ürəkdən salamlayıram. Mən hər dəfə Xəzərin sahilinə gələndə bir şeir parçasını xatırlayıram. 60-cı illəri idi. Orta məktəbdə oxuyurdum. O vaxtlarda Xəzər çəkilirdi. Xəzər buxarlanırdı və o vaxt səhv eləmirəmsə rəhmətli şair Əbülfəz Naxçıvanlının şeiri idi. Orada bu misralar yadımda qalıb. Qayıt, geri qayıt, sən gülə-gülə, hanı o sahillər, keçmiş cananın yeni bir eşq ilə bəlkə coşursan, bəlkə odlar yurdu Azərbaycanın eşkinin oduyla buxarlanırsan. İndi mən baxıram Xəzərimizdə yenə də çəkilmələr, buxarlanmalar hiss olunur. Bəlkə də Xəzərimiz bu əsrlərdən keçib gələn, böyük bir necə də tarixi özündə yaşadan, xatirələri özündə yaşadan Xəzər dənizi bəlkə elə qalib Azərbaycanımızın, qalib xalqımızın, müzəffər ordumuzun bu uğurlarını, qələbələrini, zəfərlərini görüb bu eşq əlindən buxarlanır, havalanır. Bir də bayraq dediniz sözün əvvəlində. Unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin də bayraq haqqında deyim ki, ən gözəl şeirlərindən biri var. Deyir, bayraq mənliyimdir. Bayraq kimliyim. Bayraq öz yurduma, öz hakimliyim. Harda əcdadımın ayaq izi var, bu zəfər bayrağım orada dikəlsin. Keçdiyi yerlərdə dağlar, yamaclar mənim bayrağımı salama gəlsin. Tarixdən qədimdir, zamandan uca mənim bayrağıma sancılan hilal. Aləmə nur saçdı tarix boyunca, məbədlər başına tac olan hilal. Daim ucalasan, daim ucalasan, savaş günündə əskər silahıyla səni tən görüm. Yalnız zəfər çalmış şəhid önündə səni alqış üçün əylən görüm. Bayrağım, bayrağım, zəfər bayrağım. Abdullah müəllim, alqışlayırıq sizi bu nəfəsinizə görə, bax bu təlatümünüzə görə, bu şövqünüzə görə. Siz bizim bu qələbə günündə, ümumiyyətlə bu 44 günlük bizim zəfər günlərimizdə və ondan sonra sanki yaşadığımız bütün hissləri sizin nəfəsinizdə biz hiss etdik. Bu bizim üçün bilirsiniz necə idi? Sanki bizim içimizdə çağlayan o hissləri, içimizdən bu cilvələnən o hisslərin hər birini sizin haykırtınızda biz yaşadıq. Bax buna görə nəfəsinizə qüvvət. Bilirsiniz, bax Fəxri xanım, təkcə mənim hissim deyil.
bütün xalqın hissi nəfəsi Və idi. əlbəttə O bizim hamımızın cümlədən adımızdan. bu qəhrəman oğulları, bu xilaskar oğulları, bu qayzı oğulları, şəhid oğulları getirən analar da var. Analar oğul dünyaya gətirən gündən əskər olur. Amma onların xüsusi xidmətləri var. Bəli. Yol gözləmək, hər qapı döyüləndə səksəkə ilə qapını açmaq, bu laylalarla oğul böyütmək, boya başa çatdırmaq, vətənə layiq övlad getirmək. Bilirsiniz, mən ilk növbədə analarımıza da dərin minnətdarlıq bildirirəm. Və sizin də bizə ruh verən o cümlədən analarımızın o alqışlarıydı, dualarıydı, xeyir dualarıydı. Bilirsiniz, biz Xəzərin sahilindəyik, Abdullah müəllim, və Xəzər bizim təbii resursumuz olmaqla yanaşı, bədii ilham pərimiz olmaqla yanaşı, bir çox tarixi hadisələrin şahidi olub. Biz azadlığımızı qazanmaq üçün nə qədər əziyyətlər çəkdik. 20 yanvar hadisələrinin canlı şahidi idi Xəzərimiz. Nə qədər biz qan-qada gördük, nə qədər biz keşməkeşlərdən keçdik. Amma şükür Allahın böyüklüyünə ki, biz çox qısa bir zamanda, tarix üçün bu müddət bir andır. Tarixi kitablarda biz oxuyuruq ki, məsələn 5-ci əsrdən 7-ci əsrədək, 10-cu əsrədək bu hadisə baş verdi. Bu bir cümlə kimi xarakterizə olunur. Amma onun içində neçə nəsillər dəyişir, neçə hadisələr baş verir, zaman dəyişir və mən hər zaman fikirləşəndə deyirəm, çox şükür Tanrının böyüklüyünə ki, biz bir nəsil olaraq o gündən bu günə qalibiyyətimizi yaşadıq. Yəni bizim müəllimimiz, bizim milli təfəkkürümüz çox sürmədi ki, öz haqqını aldı. Və buna da Xəzər şahid oldu. Xəzərin nə qədər o hadisələrin fonunda biz ona tapındıq, bu tarixi məqamlarda da o təhlil olundu yəni. Bilirsiniz, Xəzər doğrudan da siz qeyd etdiyiniz kimi tarixin yaddaşıdır. Bəli. Bizim xalqımızın, millətimizin yaddaşıdır. Sahilində yaşadığı xalqların tarixidir. Məşhur dünya şöhrətli tədqiqatçı, alim, səyyah Turi Heyerdal Azərbaycanda olanda o Qobustan qayalarındakı təsvirlərlə maraqlandı. Və oradakı gəmi təsvirlərini görəndən sonra bütün dünyaya car çəkdi ki, elə gəmiçilik buradan başlamışdı. Xəzərin Azərbaycana məxsus olan sahillərindən başlamışdı. Fəxriyə xanım, deməli 17-ci ildən başlayaraq Rusiya Müdafiə Nazirliyinin xətti ilə 50-dən çox dünyanın ölkəsinin ordusunu birləşdirən deməli hərb oyunları belə bir böyük bir tədbir keçirilirdi, beynəlxalq tədbir. Təsəvvür edin, 17-ci ildən başlayaraq Azərbaycan da bu hərb oyunları çərçivəsində bir neçə sektorda təmsil olundu. Bizim tankçılarımız, snayperlərimiz, artilleristlərimiz bu yarışlarda fərqləndi. Onu da sizə deyim ki, o yarışlardan 5-i Azərbaycanda keçirildi. Dəniz Kuboku. Və maraqlıdır ki, həmin o Dəniz Kuboku beynəlxalq tədbirinin senari müəllifi, rejissoru bilavasitə mən olmuşam. Və hər ildə Azərbaycan hərbi dənizçiləri bilavasitə bu oyunlarda Kuboka sahib olublar. Birinci yer tutublar. Onu da deyim ki, bizim dəniz piyadalarımız, dəniz xüsusi təyinatlarımız vətən müharibəsində düşmənə dağıdıcı, sarsıdıcı zərbələr vurulmasında mühüm rol oynadılar. Neçə bizim hərbi dənizçimiz vətən müharibəsi qəhrəmanı adına layiq görüldü. Neçəsi şəhid oldu. Amma onlar sübut elədilər ki, Azərbaycan oğlu, Azərbaycan əskəri dənizdə, havada, quruda olduğu kimi dənizdə də şücaət göstərə bilər. Yəni bugün Azərbaycan əskəri dənizdə, havada və quruda öz qarşısında duran vəzifələri yerinə yetirir. Və bizim dənizçilərimiz, hərbi dənizçilərimiz vətən müharibəsi, o döyüşləri gedən düşmən, bilirsiniz ki, Azərbaycanın dinc əhalini nişan almışdı. Bizim Gəncə şəhərinə, Tərtərə, Bərdiyə mərmilər yağırdı və Bakı hədəfdə idi. O vaxt bizim dəniz qüvvələrimiz
və ətrafda yerləşən hərbi hava qüvvələrimiz düşmənin təxribatlarının qarşısını mərdliklə aldılar və şücaət qəhrəmanı nümunələr göstərdilər. Xəzər sahilində bunları da xatırlamalıyıq. Əlbəttə Xəzərin Coşğunluğu Bəli, əskərimiz, bəli. xalqımız Xəzərdən öyrənib. Yadınızdadır, qonşu deməli ölkələrdən birində Ulu Öndər Heydər Əliyev orada olarkən bir dedilər ki Mazandaran dənizi və Ulu Öndər bir gülümsədi. Dedi nə Mazandaran? Elə Nuh əyyamdan bu Xəzər dənizidir də. Bəli. Və Abdullah müəllim, baxın, siz uzun illərdir ki, bu sahədəsiniz, hərbçisiniz və bir hərbçi olmaq fərqli bir həyat tərzi yaşamaq deməkdir. Hərbçinin düşüncəsi fərqlidir, hərbçinin yaşamı, hərbçinin bütün gündəlik rutini, bunların hər biri fərqlidir. Hərbçi olmaq və bugünkü gənclik, bugünkü gəncliyin hərbçiliyə olan münasibəti bir mənalı şəkildə çox gözəldir. Biz gənc əskərlərimizi görürük, boylu buxunlu bir fəxr hissi ilə onlara baxırıq. Arxasınca baxırsan, deyirsən Allah qorusun səni, sən nə gözəlsən. Və bu zaman nəsildən nəsilə ötürülərək, bəli, biz bugün bir vətənimiz var deyə bilirik onların sayəsində. Və bu çətin məqamlarda da biz gördük ki, gənclərimiz Qarabağı görməyən 30 yaşa çatmamış gənclərimiz Qarabağ deyərək şığıdılar. Ən son nəfəslərini belə bu torpaq üçün verdilər. Hərbçi olmaq üçün doğulmaq mı lazımdır, olmaq mı lazımdır? Bu hiss ümumiyyətlə necə hissdir? Əgər sənin Yarısını demək olar ki, özüm xarakterizm bəli, etdim, amma yenə də əgər hərbçi baxışı ilə. sənin müstəqil dövlətin varsa, sən bu müstəqilliyi qazandıran sələflərə minnətdar olmalısan. Bəli. Və biz əgər müstəqil bir dövlət kimi Azərbaycan mövcudursa, tariximizdə olan qəhrəmanlara, sərkərdələrə, milli qəhrəmanlara, xalq qəhrəmanlarına, bu torpağın qorunması uğrunda canından keçən və tarixləşən o ulu sərkərdələrimizə minnətdarıq. Mən hərbiçi kimi məni təqdim edirsiniz, amma hərbə qədər, düzdür, Sovet dövründə mən uzaq şərqdə xidmət eləmişəm. Özdə gözəl xidmət eləmişəm. O dövrün mətbuatı izlənilsə, mənim yazılarım, bilirsinizmi, Tixokanski Komsomolis, Zemlya Maya, Krasnaya Zvezda, Kult President Rabota Vayskah, Soldatski Klub və digər o vaxt Sovetin ən məşhur jurnal, agitator armiyi flota, jurnal və qəzetlərində çap olunurdu. Mən əskər olarkən. Və mən Komsomol Komitəsinin katibi seçilmişəm. Kapitan başqa yerə elzam olunub başqa ölkəyə, onun yerinə məni bu yıl starışına verib, məni ora seçiblər. Amma mən 15 ildən çox Azərbaycanda Mədəniyyət Nazirliyi sistemində çalışmışam, xidmət eləmişəm. Və ilk olaraq Şərur rayonunda orta məktəbi bitirən ili mən ali məktəbə getmədim. Birbaşa məni büronun qərarı ilə Şərur rayon Mahmud kənd mədəniyyət evinə direktor təyin elədilər. Onda da ali təhsilli qonşu kənddən Allah rəhmət eləsin Eldar müəllim idi. Məni onun yerinə qoydular. 6-7 aydan sonra göndərdilər Bakıya. Gəldim Xəzər sahillərinə. Burada mən 2 ay kursda oldum və mənim təcrübəmi yaymaq üçün məni saxladılar burada bədii rəhbər kimi Mədəniyyət Nazirliyinin təkmilləşdirmə və ixtisas artırma kursunda. Sonra isə Aşıq Ələskər adına xalq yaradıcılığı evi. Abdullah müəllim, sonrasını boğazınızı yaşlayın bizim gözəl bu çayımızla. Sonrasını reklamlardan sonra sizdən eşidəcəyik. Çayın dadı necə idi? İstəyir, yaxşıdır. Bu hansı çaydır? Bu Hacı Seylon çayıdır. Hacı Seylon, mən də Hacı Seylon çayı içirəm. Çox gözəl və mən istəyərəm ki, elə Xəzərin sahilində biz Hacı Seylon çayından, necə deyirlər, içiriksə, onda bizim tamaşaçılarımız da yavaşça
mağaza, market yaxındadırsa alsınlar, dəmləsinlər, hələ verilişimiz davam eləyir. Hələ davam İçə bilərlər. Tayqa Store marketlərindən əldə edə Çox bilərsiniz. gözəl. Daha çox əziz tamaşaçılarımız, bizim tərəfdaşımız, bizim həmkarımız Hacı Seylon çaylarının baş sponsorluğu ilə sizinlə bərabər qısa aradan sonra burada olacağıq. Qonağımızın təqdimata ehtiyacı yoxdur. Zəfər paradlarında, zəfər günlərində onun coşqulu səsi ilə biz qələbə hissini daha mükəmməl şəkildə yaşadıq. Hər birimizin ailəmizdə ruzu bərəkət bol olsun, əskərlərimiz salamat olsun. Çox sağ olun. Verilişin baş sponsoru Hacı Seylon çayları. Verilişin baş sponsoru Hacı Seylon çayları. Reklamlarımız bitdi əziz tamaşaçılarımız. Qonağımız da Hacı Seylon çayı içir və biz Hacı Seylon çayı içərək sizinlə bərabərik. Xəzərin sahilindəyik və hər birinizi bu gözəl gündə salamlayırıq. Hər birimiz bir qalibiyyət ölkənin vətəndaşıyıq və hər birimiz bir tarixi zəfər qazanan ölkənin şahidləriyik, hadisələrin şahidləriyik və bugün bizim studiyamızın, bax bu gözəl məkanın, bu yaxt klubun, artıq buranı studiyaya çevirmişik. Abdullah müəllim soruşurlar ki, haradır bura? Yaxt klubun rəhbərliyinə də biz dərin minnətdarımızı bildiririk ki, Mütləq. belə bir gözəl verilişin, belə bir gözəl xanımın idarə elədiyi Xəzərin sahilində verilişinin çəkilişi üçün burada şərait yaradıblar. Çox sağ olsun. Və inanın ki, hədsiz minnətdarıq ona görə ki, bu məkan tam da Xəzərin sahilinə və tam da Bakının döyünən ürəyinə məxsus bir yerdir. Və bu mənada soruşan tamaşaçılarımız, maraqlanan tamaşaçılarımız, bax bura yaxt klubdur. Və yaxt klub Xəzərin tam da qoynunda yerləşir. Qonağımız da kimdir? Əməkdar incəsənət xadimi, prezidentin fərdi təqaüdçüsü, müharibə və silahlı qüvvələr veteranı, Zəfər və Xankəndi paradlarının ssenari müəllifi və aparıcısı, polkovnik Abdullah Qurbanidir. Abdullah Qurbaninin fəaliyyəti haqqında çox yazıb danışmaq olar, amma qısa anotasiyamız budur. Abdullah müəllim, qaldığımız yerdən davam edək. Bugün Abdullah Qurbani hərbi vətənpərvərlik obrazı, yəni bax bu obrazını özündə, fəaliyyətində yaşadan bir insandır. Amma qələm sahibidir və qələm sahibi olaraq bu məqama, bax bu yöndən gəlməyin özü də bir qəhrəmanlıqdır. Çünki mübarizə təkcə silah deyil, bizim ən dəyərli mübarizələrimiz qələmlə olan mübarizələrimizdir. Bizim bədii vasitələrimiz, bizim yazdıqlarımız, yəni biz deyəndə mən bütün qələm sahiblərinin adından danışıram. O əsərlərin hər birinin ərsəyə gətirdiyi qəhrəmanların fonunda insan qəhrəmana çevrilir. Bu mənada qaldığımız yerdən davam edirik. Deməli, mən sonra Şərur rayon Mədəniyyət şöbəsinin müdürü işlədim. Ulu Öndər Heydər Əliyevin 2 noyabr müraciəti oldu. Radio və televiziya ilə xalqa müraciəti oldu. Vətən təhlükədədir. Həmin günlərdə mən çox can atdım ki, artıq düzdür, Naxçıvanda artıq Bakıda 20 yanvar faciəsi baş verməmişdi. 19 yanvarda biz 8 nəfər şəhid verdik Sədri uğrunda döyüşlərdə. Və həmin günlərdə çox çalışdım. Amma elə bir təsadüf oldu ki, 93-cü ilin dekabr ayında Ulu Öndər Heydər Əliyev milli qəhrəmanları valideynlərini qəbul edəcəkdi. Və Şərur rayonundan olan bir neçə milli qəhrəmanın deməli ailə üzvlərini Ulu Öndərlə görüşə gətirməli olduq. O var rayon rəhbərlərinin biri Cəmşid Fətullayevlə birlikdə gəldik bura. 23-də elə oldu ki, indiki Əziz Aslanov zabitlər evində orada bir görüş oldu Müdafiə Nazirliyi ilə. O tədbirdə mən də iştirak elədim təşkilində. 27-sində Ulu Öndər qəbul elədi onları. 28-ci günü isə deməli mən gəldim Respublika Hərbi Komissarlığına və müraciət elədim ki, mən indi Bakıya necə gəlmişəm, mən cəbhə bölgəsinə getmək istəyirəm. Razılıq vermədilər, olmaz. Müharibə gedir, vəziyyət gərgindir, filandır. Nəhayət qayıtmalı oldum. Amma mənə bir deməli Müdafiə Nazirliyinə məktub verdilər ki, bir 10 günlüyə bir yaradıcı insan kimi cəbhə bölgələrinə gedir və Naxçıvandan olan döyüşlər haqqında valideynlər narahatdır. Yazılar yazsın filan. Getdim Füzuli bölgəsində, deməli Beyləqan bölgəsində və nəhayət Naxçıvana qayıtdım. Amma mənim fikrim deməli bir cəbhə bölgəsində idi.
Orada marafonlar geçirdim, Qarabağ döyüşlər üçün filan. Ama bir gün qəti sözüm dedim getməliyəm. Hər şeylə bir gündən başlayır. O vaxtda yanvar ayında, yanvarın 24'ünde Bakıdan, Bakı ətrafı Pirişkül qəsəbəsindən Ulu Öndər bir yeni yaranan hərbi siyə xeyir dua verib döyüşə yola salmıştı. Ve onda Ulu Önder'in sözleri yadımdadır. Bilin ki sizin arkanızda Böyük Azərbaycan durub. Bilin ki ümumi qələbəmiz sizin hər birinizin döyüş yolundan, xidmətindən, qələbəsindən asılıdır ve uğurlar dilirdi. Ve o 1-2-3 batalyon tabor gönderilmişti Füzuli bölgesinden. 2 tabor ise gönderilmişti Murovdağa. Ve ben geldim Mədəniyyət Naziri Fəttah Heydarov'un Allah rəhmət etsin yanına ve dedim getməliyəm. O da bilir ki ben eğer beynime düşürse getməliyəm, deməli getməliyəm. Çok çalıştı ki burada da lazımsa, Naxçıvanda da vəziyyət yaxşı değil ama getirip beni havalimanında Quran altından geçirip beni yola saldı Cəbhə bölgəsine. Birbaşa gittim Füzuli'ye, 2 gün, 3 gün sonra oradaki taborlarda gönderilir Murovdağa, koşuldum onlara ve Murovdağa geldim. O gündən 1-2 ay ben orada xidmət eləyirəm, ham da mənə komandir diye müraciət eləyirlər, harda od, harda alov, orada. Ve bir günləri Vətən müharibəsi qəhrəmanı Fəxrəddin Cəbrayilov, üzr istəyirəm, milli qəhrəman Fəxrəddin Cəbrayilov ve rəhmətli polkovnik onun mavini Mehman Səlimov dediler ki yok sen bize lazımsan. Şərura məktub ünvanladılar, sənədlərimi istədilər və beləliklə tank əleyhinə batareyada xidmətə başladım. Və Murovdağda nə iş görmüşəm, onu eşidənlər bilirlər. Murovun qəm karvanı, ana Murovdan gəlir, kitablarımı yazdım və hətta o vaxt mətbuatda yazırlar. Qurbani taboru necə saxladı. Rıji Kambat deyilən Telman Haqverdiyevin mayorun şəhidliyindən sonra artık zirve alınmıştı, Ömer zirvesi ve onun şehitliğinden sonra ham ona inanırdı. Artık terk edirdiler ki Telman şehit olduysa da məğlubiyyətdir. Mənə xəbər geldi, təcili qalx Murova. Murova qalxdım ve minalanmış sahədə cığır ora Telmanın şəhidliyi şəkil böyükü kimi gözümdədir. Bugünlerde onun xatirə günün geçirdik. Onun anası bir nurlu kadındı. Hamı sonra iştirak edirdiler. Deməli, şəhidin gülür nisbəti. Zirve alınmıştı ve zirvede özünü ölüye vurmuş bir erməni onu vurmuştu. Deməli, orada ben başladım. Yığdım o yoldan, izdən, qaçan, çıxan. Hamısı yığmışım ətrafıma. Qazan xanları oylağıdır bu oylaq. Qara çoban yaylağıdır bu yaylaq. Olar mı heç ət dırnaqdan ayırmaq? İyidlərim, ərənlərim, ərlərim. Qoymayın siz tənha qala səngərim. Bu dağlarda itirmişəm Təbrizi. Bağışlamaz Xaqani, Telman bizi. Qisas deyib düzəldin qədrinizi. İyidlərim, ərənlərim, ərlərim. Qoymayın siz tənha qala. Təsəvvür edin həmin gün hamı and içdi Telmanın nəşi önündə. Öldü var, geriye döndü yoktu ve həmin gün zirvəni təkrarən Murovdağ döyüşçüləri aldı. Murovdan bir şehir yazmıştım. İndi onun her bir Murov döyüşçüsü onu xatırlayıb. Duman alıp dağlarımı, Telman aparılamda yazılıbdı. Duman alıp dağlarımı, xəzzan vurup bağlarımı, itirib xoş çağlarımı, ana Murovdan gəlirəm, qardan qırovdan gəlirəm. Düşdüm uçquna, tara mən, sinəmdən aldım yara mən, deyin ala göz yara mən, ana Murovdan gəlirəm, qardan qırovdan gəlirəm. Yandım, yandım, külə döndüm, yağdım, yağdım, selə döndüm, ömrü gödək gülə döndüm, ana Murovdan gəlirəm, qardan qırovdan gəlirəm. Son layla çal, yatır məni, qərənfilə batır məni, şəhidlərə getir məni. Ana Murovdan gəlirəm, qardan qırovdan gəlirəm. Mən Murovdan 60'dan çox şəhidin nəşini həlak olduğu gündən 6 ay sonra Murovun buzlarından qaytardım və onların doğmalarının gözlərini yoldan yığdım. Amma indi sevinirəm Fəxriyə xanım. O vaxt Murovdan gəlirdim. İndi Murova gedirəm. Murovun Qəm Kərvanı kitabına Azərtacın o sədrinin mavini Dağbəyi İsmailov, gözəl jurnalistimiz. Dağbəyinin oğlu bizdə həlak oldu. Onun o kitabın ön sözünü o yazıb. Deyir ki, Qurbanəli mənə apardı oğlumun 40'ından sonra Murova belə elə. Deyir ki, hər dəfə soruşsam, ay Qurbanəli, yazırsan ki, Murovun Murovdan gəlirəm. Bəs nə vaxt Murova gedəcəksən? Qurbanəli deyir ki, gec, tez biz Murov dağdan aşacağıq, Kəlbəcərin həsrətinə son qoyacağıq.
İndi hər dəfə mən Murova Bəli. qalxanda, Kəlbəcərə gedəndə o xatirələrlə gedirəm. Doğrudan da Murovun başı qardır, qayası, qaşı qardır. Hətta mən bu qarşı tərəf düşmənlərdən birinin Rus telekanallarında müsahibəsini dinlədim. Söylədi ki, biz orada Azərbaycan əskərinin özünü tam vurmurduq. Biz onun yaralayırdıq. Yaralayandan sonra bilirdik ki, o yıxılanda onun dostu onun yanına gələcək. Onu da yaralayırdıq və o biz bilirdik ki, Azərbaycan əskəri birini orada tək qoymayacaq. Və biz o taktikayla onları daha çox və daha tez yaralayıb məhv edirdik. Düzdür, Fəxriyə xanım, Bilirsiniz, sizə mən bizim deyim. orada onun o müsahibəsində mən diqqətlə dinləyəndən sonra fikirləşdim ki, o elə bildi ki, o öz şücaətindən danışır, amma o anlamadı ki, o bizi daha da ucaltdı o deməsilə. Çünki bizim əskər öz dostunu, öz əskər yoldaşını heç bir zaman meydanda tək qoymaz. Mən sizə deyim ki, bütün müharibələrdə, istər birinci, istər ikinci, xüsusilə Vətən müharibəsində antiterror əməliyyatı zamanı Azərbaycan əskəri bu heç kimin xəyalına gəlməzdi ki, mən yaralı əskərimi dünən bir süfrə ətrafında oturduğum dostumu, qardaşımı düşmən caynağına verə bilərəm yaralı vəziyyətdə. Bəli. Hətta o yaralılarımızın özü də təsəvvür eləyin, daşdan, qayadan yapışaraq irəliləyirdi. Şuşaya xüsusi təyinatlarımız haqqında çox danışılır, deyilir. Cənab Prezident də onu dəfələrlə qeyd edir ki, addım-addım, əl-yalın irəlilədilər. Və təsəvvür eləyin ki, yaralını təxliyə etmək istəyəndə, yaralı deyirdi, məni təxliyə eləməyin. Mən bura qədər gəlmişəm, ola bilməz, mən qoy şəhid olsam da ruhum Şuşanın seyr eləsin, görsün, hissin. Azərbaycan əskərinin, mən sizə bir şey deyim, bizim bir şuarımız var. Mənim bu sözüm artıq bütün orduda bir növ şuara çevrilibdir. Torpaq su ilə qarışanda palçıq, qanla qarışanda vətən olar. Biz döyüşə Vətən müharibəsinə başlayanda bizim əməkdar artistlər Opera Balet Teatrının solisti, aparıcı aktyoru Cahangir Qurbanov mənim bir 50-dən çox mahnılarımı elə oxuyur. Bir mənim o mahnı şeir yaradıcılığımda bir müharibə ərəfəsində, bir müharibənin gedişində, bir də müharibədən sonra. Müharibə başlayandan hələ 27 sentyabrda artıq o da mənimlə birlikdə cəbhə bölgəsində idi. Səsi ailəmə əks-səda verirdi. Elə söhbətimizin bu məqamında siz sözünüzü tamamlayın və o mahnılardan birini səsləndirək. Bir bayraq altında cəm olsun hamı. Cənnət Qarabağa səfərimiz var. Düşməni sındırdı aprel zəfəri. Qarşıda hələ çox zəfərimiz var. Bayrağın Babəkin qanlı köynəyi, bu bayraq heç zaman enməyəcəkdi. Oğullar yataqda, qızlar duvaqda, əcəl kəfənini geyməyəcəkdi. Nəbi bozatını yəhərləyəcək, düşmən alqanına boyanacaqdı. Aynalı səsindən dağ diksinəcək. Daşdaşmış yiğidlər oyanacaqdı. Elə oğullar var bizim orduda. Atından endirər şər qüvvələri. Komandan əmrinə hazırdı bugün. Hünər qüvvələri, ər qüvvələri. Və həmin gün əmr verildi və artilleriya dəstəyini verdi və Azərbaycan tankçıları, Həzzastanovun davamçıları düşmənin neçə illərdir ki, möhkəmləndirdiyi, bərkitdiyi, mühəndisliyə kam qüvvələrini, sədləri yararaq irəlilədilər. Və burada mən deyim ki, Cənab Prezident Vətən müharibəsindən 10 ay qabaq, 2019-cu il dekabrın 29-unda General-Mayor Həzzastanovun anadan olmasının 110 illiyi ilə əlaqədar sərəncam verdi. Və sərəncamda belə bir cümlə var idi. Həzzastanovun şücaəti, qəhrəmanlığı, işğal altında olan torpaqları azad etməyə hər an hazır olan Azərbaycan ordusunun əskər və zabitləri üçün örnəkdir. Prezident nə demək istəyirdi? Müharibədən xəbər yox idi. Deyirdi ki, Azərbaycan əskəri, Azərbaycan ordusu, Azərbaycan tankçısı hazırlaş, səni işğaldan azad etmək üçün torpaqları döyüş gözləyir. Qəhrəmanları tanı, Həzzastanovu tanı. Azərbaycanın ən görkəmli 2 dəfə Sovet İttifaqı qəhrəmanı, yeganə Azərbaycanlı. Öyrən Həzinin taktikasını, Həzinin manevrlərini döyüş meydanında təkrarlayacaqsan. Və elə müharibənin başladığı ilk gündə də təkrarladı. Yaxşı olar ki, elə bu önləri səsləndirək. Səsləndirək. Hansı mahnımı? Sizin bütün, yəni bu söylədiklərinizi sadəcə dinləmək bizə düşür. Çünki o qədər gözəl və bəlağətli danışırsınız ki,
Dediğiniz istənilən mahnıdan bir parça səsləndirək. Torpaq yanır, od ələnir, gül ömürlər, güllələnir, karvan gedir, qandan keçir qələbəyə. Gedən yollar, mərmi səsi, güllə səsi, igidlərin od nəfəsi, tüstü duman çəndən keçir qələbəyə. Gedən yollar, son döyüşdən, son savaşdan, ordan sudan, dağdan daşdan, qandan keçir, candan keçir qələbəyə. Gedən yollar, cəngi Misri havasından, anaların duasından, hər ocaqdan közdən keçir qələbəyə. Gedən yollar, adsız əskər, adsız məzar, hər oğul bir tarix yazar, addan keçir, sözdən keçir qələbəyə. Gedən yollar, başını sən dik tut ana, kədərini unut ana, səndən məndən bizdən keçir qələbəyə. Gedən yollar, son döyüşdən, son savaşdan, ordan sudan, dağdan daşdan, qandan keçir, candan keçir qələbəyə. Gedən yollar, cəngi Misri havasından, anaların duasından, hər ocaqdan közdən keçir qələbəyə. Gedən yollar, Zəfər qazanmış ölkənin vətəndaşlarıyıq. Hər şeyin ən gözəli məhz bizə layiqdir. Ağız dadımızda hər şeyin ən gözəlinə layiqdir. Biz sağlam olmalıyıq. Bunun üçün nə etmək lazımdır? Ən keyfiyyətli qidaları və təamları seçmək lazımdır. Və biz Hacı Seylon çaylarından danışırıq və bilirsinizmi ki, əsl dəmlənmiş keyfiyyətli çayın tərkibində 300-dən çox kimyəvi birləşmələr var ki, bu da insan orqanizminə çox faydalıdır. Yorğunluğu aradan qaldırır, əhval-ruhiyyəni yüksəldir. Bu qalibiyyət günlərində, zəfər günlərində hər zaman bayram süfrəmizdə Hacı Seylon çayları olsun. Hardan almaq lazımdır deyə sorsanız, deyərik bu şəhərimizdə fəaliyyət göstərən Tayqa Store marketlərində və o cümlədən bir neçə supermarketlərdə də var. Daxil olursunuz ora, piştaxtalara baxırsınız və müxtəlif rənglərdə olan çeşidlərə də baxırsınız. Yaşıl rəngli qablaşmada olan pekoya çeşidi xırda yarpaqlı qara sadə çaydır. Qırmızı rəngli qablaşmada olan ope çeşidi iri yarpaqlı sadə qara çaydır. Göy qablaşmada olan Earl Grey çeşidi isə xırda yarpaqlı ətirli qara çaydır. Ağ qablaşmada olan Green çeşidi isə xanımların sevdiyi yaşıl çaydır. Əgər çox tələsirsinizsə, paket çaylardan da alıb istifadə edə bilərsiniz. Daha ətraflı məlumat əldə etmək istəsəniz, bu QR koda daxil ola bilərsiniz. Və xəbəriniz olsun ki, Hacı Seylon çayları Şri-Lanka torpaqlarında yetişdirilən kolların pöhrələrindən hazırlanır və Şri-Lanka hökuməti keyfiyyətinə əmin olmadığı heç bir məhsula bu keyfiyyət nişanının vurulmasına icazə vermir ki, bu Hacı Seylon çaylarında var. Hər birinizin süfrəniz bayram əhval-ruhiyyəli olsun və ağız dadınız Hacı Seylon çayları olsun. Çünki Hacı Seylon çayları imtina edilməyəcək təklifdir. Bayramınız mübarək olsun. Verilişin baş sponsoru Hacı Seylon çayları. Verilişin baş sponsoru Hacı Seylon çayları. Reklamlarımız bitdi, əziz tamaşaçılarımız. Xəzərin sahilindəyik və biz Hacı Seylon çayları içirik. Hacı Seylon çaylarının tərəfdaşlığı ilə sizinləyik və Abdullah müəllim də burada böyük coşqu ilə çayımızdan içir və söhbətimizi edirik və Abdullah müəllim, Xəzərin sahilində olasan, gözəl hava və belə havada da çay içməyəsən, söhbət əsnasında boğazımızı yaşlayıb, ağzımızı Ama dada gətirək. Xəzərin sahilində də gözəldir. Bizim kendimizde bir Kəlbəsən baba var idi, 105 il yaşadı. Bu uzaq olsun bu danışığımızda. Deməli yaydı, can verir kişi. 105 il yaşayıbdı. Bunun da günü güzaranı deməli Dərələyəz yaylaqlarında keçib. Qədik Vəngidə, Qavışıqda, orada burada can verir. Dedi mənə su gətirin.
Buna su getirdiler. Dedi yok. O gözünden içtiğim bulakların suyundan getirin. Yine su getirdiler. Yine eliyle burada attı o yana. Fikirləşdilər, dedi, arpa çayı elə dərə-ləyəz yaylaqlarından, o bulaqların suyundan gəlir də, soyuducudan bir su gətirək. Bir can buna soyuducudan su gətirdilər, suyu çəkdi başına, içdi dayandı. Dedi, bu su da sərin idi. Amma gözündən içdiyim bulaqların suyunun tamını vermədi. Amma doğrudan da Hacı Seylanın da tamı yaxşıdır. Bilirsiniz, əsl çay dadını bilənlər, ümumiyyətlə əsl dadı bilənlər, fərqi yoxdur. Bax, su ola bilər, çörək ola bilər, təam, çay fərq eləmir. Natural dadı saxlayan insanlar hər zaman irəlidə olur. Baxın, biz bugün müxtəlif qidalar çıxır, müxtəlif formada. Amma biz sonda nə axtarırıq? Kənd yumurtası, kənd qidaları, kənd ağartıları, təndir çörəyi. Sonda seçimimiz odur. Çünki biz oyuq. Biz milli koloritimiz odur, bizim milli düşüncəmiz odur, bizim qidamız, məişətimiz, sosial, ictimai varlığımızın kökündə soy kökümüz dayanır. Fəxriyə xanım, Xəzərin sahilində dayanmışıq. Bax, indi gəlin sizin o gətirdiyiniz sözə təzadı. Aha. Xəzərin sahili və birdən artıq mən sizi aparıram. Bu Seyran Səxavət, bizim gözəl yazışımız, şairimiz, dostumuz. xalq artisti Zaur Rzayev haqqında mənim bir kitabım var. Dilbərə dedim ki, orada mən müsahibə aparıram Seyran Səxavətlə. Seyran Səxavət deyirəm Zaurun səsi haqqında. Deyir Zaurun səsi çağıran səsdir. O insanı məkana da aparır. Məkanı insanın yanına da gətirir. İndi mən nə deyirəm? Xəzərin sahilindən başqa bir məkana gedək. Ətəyi göy yaylaqlı, zirvəsi qarlı dağlar, hasar-hasar, vüqarlı, axar-baxarlı dağlar, ay səngərli, qalalı, Polad arxalı dağlar, qartal olub zirvənə uçanlarım var mənim, vətən deyib canından keçənlərim var mənim. Biz ölsək də yaşasın ana vətən əbədi. Mamır olub qayada bizi bitən əbədi. Sil gözünün yaşını, qara giləm, bu nədir? Torpağı ana kimi qucanlarım var mənim, vətən deyib canından keçənlərim var mənim. Bugün, sabah gəldirik, möhkəm dayan, Zəngəzur, lalelərdən don geyin, lala boyan, Zəngəzur, köçən ellər qayıdır, köçən ellər qayıdır, oyan, oyan, Zəngəzur, yurd yerinə ilk çığır açanlarım var mənim, vətən deyil, canından keçənlərim var. Bəli. Yəni bizim Azərbaycanımızın dünyanın ən füsunkar, ən gözəl, ən cazibədar bir güşəsidir. Burada gör iqlimin neçə növü var. Dağlar, dərələr, yamaclar, səhralar, dəniz, çay, su. Belə bir cənnət məkan ölkənin. Valla uğrunda şəhid olmaq, həlak olmaq da bir şərəfdir. Biz bu bayrağın, bu müqəddəs bayrağın altında bütün hisslərimizi, bütün vəzifə borçlarımızı, bütün müqəddəs borçlarımızı hər zaman həyata keçirməyə hazırıq və hazır olmalıyıq. Hər kəs öz missiyasını layiqincə yerinə yetirərsə, o vətənə olan öz borcunu yerinə yetirmiş olar. Bir müəllim bayraq asır sinfindən və uzun illər o bayraq asılı qalır. Üstündən çox müddət keçəndən sonra siniflər təmir olunur və hər kəsə yeni bayraqlar veriləndə o müəllim o köhnə bayrağın dəyişilməsini qoymur, icazə vermir. Və bundan şagirdi soruşur ki, müəllimə, siz niyə o bayrağın dəyişməsinə icazə vermirsiniz? Niyə o biraz köhnəlib, bəlkə onu yeniləyək? Müəllimə cavab verir, o bayrağa mənim oğlumun gözləri baxıb. O bayraq həm də onun baxışlarıyla yaşayır. Və onun oğlu şəhid olub, o bir müəllimədir. Bu, şagirdə çox böyük bir dərs olur. Və o şagirdin fikirləri, o şagirdin həyata baxışı o bayrağa baxış qədər müqəddəs olur. Çox gözəl, Fəxriyə xanım. Ucalsın göylərə zəfər bayrağım. Arzu muradıma kama çatım mən. Öləndə üstümə
bayraq sərin ki, torpağın altında rahat yatım mən. Abdullah müəllim, bir çox hadisələrin, bir çox həyat hekayələrinin şahidi olmusunuz. Baxın, bir neçəsini qələmə almısınız, bir neçəsini bədiləşdirmisiniz. Hətta bunları heç bədiləşdirməyə düşünürəm ki, ehtiyac yoxdur. Onların hamısı real həyatdan götürülmüş həyat hekayələridir. Ən çox sizi təsirləndirən, bax bugün də yadınızdan çıxmayan, hər nə vaxt olur olsun, yadınıza düşəndə sizi tükünüzü ürpədəcək, həm yaxşı, həm belə mənada hansı həyat hekayəsi olub? 92-ci ildə Azərbaycanın milli qəhrəmanı Gültəkin Əsgərova haqqında Gültəkin Qayası povestini yazmışam. Ulu Öndər hakimiyyətə gələndən sonra ilk sərəncamdır ki, Gültəkinin ad günündə mən də həmin günü Gültəkinin evindəyəm. Gənclik metrosunun yanında. Gültəkinə ölümündən sonra layiq olduğu 92-də həlak olubdu. O milli qəhrəman adını verdi. Və onu o zirvədə dəfn edirlər. Və döyüşçülər o zirvəni Gültəkin Qayası adlandırırlar. Vətənin köksündə bir ad ucaldı. Gültəkin Qayası, Gültəkin dağı. Anası şəhid olan, anası Gültəkinin Rəfiqə xanım, filologiya elmləri namizədi, rəhmətə gedəndə onun anasını Azərbaycan əskəri, Müdafiə Nazirliyinin zabitləri çiyinlərində bayraq edib oğru yox idi. Onu son mənzilə uğurladıq. Və mən o povesti yazanda ilk nüsxəsini evlərinə gətirdim. Onun qızı balaca Əminə keçdi o bir otağa, baxdım ağlaya-ağlaya gəldi. Dedi, Abdullah əmi, bu qələmi Şuşada mamaya hədiyyə veriblər. Onu da verirəm sizə hədiyyə bu kitaba görə. Mən o qələmlə neçə kitab yazdım. Məsələn, mürəkkəb qələmi idi və onunla neçə kitablar yazdım. Amma bütün bunlar düzdür. Mən biraz o kövrək hisslərlə verilişimizi sona yetirməyək. Bir yenə də bir döyüş qabağı dediyim bir şeirlə bir balaca tamaşaçılarımızla deyəsən duyğulu anlar yaşatdıq. Vətənin ər oğulları, qıy vurun siz dəstə-dəstə, sıralanın hasar-hasar, yeriyin siz düşmən üstə. Ana torpaq candan əziz, yeri gəlsə candan keçin. Torpaq qanla qarışanda vətən olar, qandan keçin. Qisasını almalıyıq. Neçə nakam şəhidim var. Polad kimi oğullarım, muradım var, samidim var. İndi bizim müharibəmiz bitib, Bəli. qalib ölkəyik, qalib xalqıq, müzəffər orduyuq, müzəffər ali baş komandanımız var. Amma biz bu qələbəni, bu zəfəri tarix boyu qorumalıyıq, yaşatmalıyıq. Hər an ali baş komandanın hər bir əmrinə, vətən uğruna əmrlərinə hazır olmalıyıq və bir bayraq altında dəmir yumruq kimi birləşməliyik. Azərbaycan əskərinin od nəfəsi, Fəxriyə xanım, Azərbaycan əskərinin od nəfəsi yer titrədir, göy titrədir. Qoy eşitsin bütün dünya, qoy eşitsin bütün aləm. Dəmir yumruq yerindədir və Xəzərin sahili yerindədir. Yeni verilişlərlə sizi sevindirəcək. Bütün yaradıcı heyət də sizi alqışlayır. Mən sizə çox sağ ol Abdullah deyirəm. mən sizə təşəkkür edirəm. Sizə mən minnətdaram. Vətən, vətənin böyüklüyü ilə yanaşı, vətəndaşının böyüklüyü ilə ölçülür. Biz bir vətəndaş olaraq hər birimiz istər incəsənətimizdə, istər idman sahəsində, istər hərb sahəsində, hüdudlardan kənarda bir Azərbaycan olduğunu sübut elədik və bugün də sizin səsiniz, coşqulu səsinizlə bugünü biz xüsusi qeyd edirik. Xarı bülbül, xarı bülbül. Yarı güldü, yarı bülbül. Şəhidlərin sayəsində, yiğitlərin sayəsində. Bundan sonra yarı bülbül, xarı bülbül. Xarı bülbül. Xarı bülbül də bizim zəfərimizin Mən oldu. sizə yeri gəlmişkən söyleyeyim ki, Abdullah müəllim və əziz tamaşaçılarımız, əynimdə gördüyünüz bu libas Yes moda evinə məxsusdur. Yeganə xanım Sadıxova, o da Xarı bülbül kompozisiyaları edir və o da Fransada, İtaliyada, bütün dünya podyumlarında onun əsərləri öz sözünü deyir, Azərbaycan bayrağını qaldırır ki, bu günə özəl olaraq Yeganə xanım Sadıxova məhz bu gözəl bir əbanı mənim üçün hazırladı. Xəzərin sahilindənin bu verilişi üçün
bir rəmziydi, Bəli, simvol idi. bəli. Çox sağ olun. Yaradıcılıq uğurlar arzulayın xanıma. Görüşmək ümidiyle və sonda hörmətli Abdullah müəllim, bax bu da sizin içdiyiniz veriliş boyu Hacı Seylon çaylarıdır. Hacı Bu çay- Seylon'a minnətdaram. Bu Hacı Seylon çayı əsl Azərbaycan məhsuludur və siz burada ətirli, ətirsiz, sadə, paket çay və həm də burada bir təqvim var ki, bu təqvim hər zaman sizin ömrünüzə, gününüzə zəfər, qələbə və yeni qələm nailiyyətləri, əsərlərinizi görək tamaşalarda. Zəhriye Hanım bir söz var. Evvela Hacı Seylon'a minnətdaram. Necə deyirlər, axarlı olsun. Bu verilişiniz uzun ömürlü olsun. İnşallah. Belə bir söz var. Dostun verdi kum, onu ovcunda yum. Çox sağ olun. Görüşmək ümidiyle əzizlərimiz. Sağ olun. Allah amanında. Çox sağ olun. Verilişin baş sponsoru Hacı Seylon çayları.